salamlar dostlar, mən Fidan. Bu videoda buraxılış imtahanında vaxtımızı necə düzgün idarə etməliyik bu mövzu haqqında danışacağıq. İlk olaraq onu deyim ki, vaxtınızı doğru şəkildə idarə etmək istəyirsinizsə, mütləq şəkildə qol saatı taxmalısınız. Qol saatı taxmaq sizin həm yaxşı planlama eləməyinizə, həm də istədiyiniz vaxt imtahana nə qədər vaxt qaldığını öyrənməyinizə kömək olacaq. Əgər hər dəfə nəzarətçidən vaxtınızın nə qədər qaldığını soruşmaq istəmirsinizsə və doğru planlama eləmək istəyirsinizsə, mütləq şəkildə qol saatı taxın. Daha sonra isə gələk kitabçalar paylandıqdan sonra nə etməliyik bu mövzuya? İlk olaraq nəzarətçi sizə kitabçanı paylayan kimi kitabçanın üstünə adınızı yazmamışdan əvvəl ən birinci açın kitabçanın içində dinləmə suallarına baxın. Dinləmə suallarını əvvəlcədən görməyiniz dinləmə mətnində nəyə daha çox fokuslanmalı olduğunuzu sizə göstərir. Buna görə də dinləmə mətni başlamamışdan əvvəl mütləq şəkildə ən birinci dinləmə suallarının hamısına baxın və lazım gəlsə o sualların hamısını yadınızda saxlayın ki, dinləmədə nəyə fokuslanmalı olduğunuzu tam yaxşı biləsiniz. Mənə görə imtahanda ən doğru fən sıralaması ən birinci xarici dil, daha sonra ən yaxşı bildiyiniz fən, ən sonunda isə digər fənni yazmaqdır. Çünki imtahana ilk başlayanda dinləmə sualları ilə başladığımız üçün bütün fokusumuz xarici dilə və dinləmə suallarına fokuslanmış olur. Ona görə də dinləmə bitdikdən sonra başqa hər hansısa bir fənnə keçəndə fokusumuz dağılmış olur. Ola bilər ki, xarici dildən hansısa sualda ağlımız qalır, yaxud da yazdığımız sualı da tam olaraq qavraya bilmirik. Məncə ən məntiqlisi dinləmə suallarını yazıb bitirdikdən sonra yenidən xarici dil suallarına davam eləməkdir. Və bu da əslində sizin hər fənnə 1 saat ayırma planınızı da pozmamış olar. 1 saat ərzində maksimum şəkildə sürətli olaraq xarici dildən bütün sualları yazırsınız. 1 saatdan daha tez vaxtda əgər bitirsəz, daha sonra keçib ən yaxşı bildiyiniz fənni yazırsınız ki, bu sizin həm motivasiyanızın artmasına səbəb olacaq, həm də əslində vaxta daha çox qənaət eləməyinizə səbəb olacaq. Amma onu da deyim ki, çox vaxt abituriyentlərin səhv elədiyi məqamlardan biri də budur ki, ən yaxşı bildikləri fənni maksimum yazmaq istəyir, yəni 100 bal yazmaq istəyirlər. Buna görə də suallarla inadlaşırlar. İstəyirlər ki, o sualı mütləq şəkildə yazsınlar. Məncə bu yanlışdır. Bir sualın üstündə ümumiyyətlə maksimum 2 dəqiqə dayanmaq lazımdır. Çünki elə ola bilir ki, biz həmin anda imtahan prosesinə tam fokuslana bilmirik və ona görə də həmin sualın həllini yaza bilmirik. Amma daha sonrasında imtahanın irəliləyən vaxtlarında isə o sualın üstünə yenidən qaydanda artıq o sualı yaza bilirik. Buna görə də sualla inadlaşmaq əvəzinə sualı bilmirsənsə onun üstündən keç və növbəti sualları yaz. Bu arada mənim imtahanda elədiyim ən effektiv şeylərdən biri isə bilmədiyim, yazmadığım bütün suallar, yəni ötürdüyüm bütün suallar kitabçanın yuxarı hissəsinə qələmdən qeyd eləməyim idi. Bu da əslində yazmadığım yaxud da bilmədiyim bütün sualları gözümün qabağında olmağına və hər hansısa sualı gözdən qaçırmamağıma səbəb olurdu. Ona görə də bunu da eləməyinizi sizə tövsiyə eləyərdim. Dediyim kimi, ikinci olaraq ən yaxşı bildiyiniz fənni yazmaq sizə daha çox vaxt qazandıracaq. Buna görə də həmin fənni yazıb bitirdikdən sonra keçirsiniz yerdə qalan digər fənni yazmağa və həmin fənn üçün də 1 saat ayırırsınız. Yəni düşünməyin ki, məsələn 1 saat yarım vaxtım var və 1 saat yarım ərzində o fənni yazım. Belə düşünməyin. O fənn üçün maksimum 1 saatınız var kimi düşünün. Həmin fənni yazın, yenə o fəndə də bilmədiyiniz bütün sualları kitabçanın yuxarısına qeyd eləyin və əslində belə eləməklə hər fəndə kitabçanın yuxarı hissəsində bilmədiyiniz bütün sualları qeyd eləmiş olursunuz. Və bu da əslində sizin yazmadığınız sualları tək-tək daha sonrasında axtarmamağınıza səbəb olur. Anındaca rahat bir şəkildə hansı sualları ötürdüyünüzü görürsünüz. Düzdür, bu buraxılış imtahanında o qədər də önəmli, ciddi bir problem olmasa da blok imtahanında çox önəmlidir. Ona görə də bunu indidən ağlınızda saxlayın deyərdim mən. Üçüncü fəndə də maksimum 1 saat vaxt ayırdıqdan sonra yazırsınız və bilmədiyiniz bütün sualları yuxarıda qeyd edirsiniz. Daha sonra isə yenidən yerdə qalan vaxt ərzində bilmədiyiniz, yazmadığınız bütün sualların hamısına vaxt ayırırsınız. Əmin olun ki, bu sizin üçün çox daha sistemli və planlı olacaq. Daha sonrasında dediyim kimi qayıdıb o yazmadığınız suallara baxanda bir çoxunu artıq həll edə biləcəksiniz də. Görəcəksiniz ki, mən bu sualı niyə yazmamışam? Axı bu belə idi. Yəni dediyim kimi ona görə də suallarla inadlaşmaq əvəzinə həmin sualın üstündən keçin, başqa sualları yazın, daha sonrasında o sualın üstünə yenidən qayıdın. Nəysə dostlar, bu günlük məndən bu qədər. Buraxılış imtahanında hamınıza uğurlar arzu edirəm. İnşallah ki, istədiyiniz nəticəni əldə edərsiniz. Videomu bəyəndinizsə bəyənməyi və kanalıma abunə olmağı, videonu öz dostlarınızla paylaşmağı unutmayın. Sağ olun. Növbəti daha fərqli, daha qəşəng videolarda görüşmək ümidilə.